Salam əziz və dəyərli dostlar. Ümumiyyətlə, başlıq seçmə sual tipləri bir çox tələbələrin ən çox problem yaşadığı tiplərdən biridir. Mən sizə bunu qısa bir şəkildə izah edəcəm, amma belə deyim ki, bu tiplərin bir çox strategiyaları mövcuddur. Mən sizə bunu necə rahat tapmaq olar, onu göstərəcəm. Əslində, bu sual tiplərini əvvəldə də işləyə bilərsiniz. Digər sual tiplərini işlədikdən sonra da bu sual tipinə gələ bilərsiniz. Amma mən əvvəldə işləməyi məsləhət edirəm, çünki bəzən tələbələr deyir ki, digər sual tiplərini eləyəndən sonra paraqraflar haqqında məlumatımız olur. Əslində bu tiplərdə paraqraflar haqqında tam 100% məlumatın olması heç də yaxşı bir şey deyil. Çünki ideyalar falan qarışa bilər. Gəlin indi burada başlayaq. Mən bunu belə deyim də sizə. Məsləhətim var ki, heç A paraqrafından başlamayın. Random olaraq məsələn D paraqrafından başlayın. Məsələn Dadaş paraqrafından. Məsələn, D paraqrafında söhbətin nədən getdiyinə baxmalısınız. Burada əsas məsələ nədir? Bir və sonun məna bağlılığı prinsipi. Bir və son bizə nə məna verir? Birinci və sonuncu cümləni oxuyanda görürük ki, burada əslində məna bağlılığı demək olar ki, yox vəziyyətindədir. Biz burada oxuyan zaman bunun yenidən təqdim olunması, ən azı 5 il söhbəti var burada. 4,5 kiloqram olması, onun çəkisi, ölçüsü, daha sonra burada vaxt məsələsi ilə bağlı pointlərə gəlirik. Həmçinin burada da eyni qaydada. Burada ümumi fikirləşəndə baxırıq ki, problemin getdikcə böyüməsi və burada ümumi heyvanlar aləmindən deyək ki də sualdır, mətn danışır. İndi yuxarıda əlbəttə ki, digər hissələrdə məlumat verir. Mən yuxarıya baxası olmadım, çünki oradan işləməyə daha çox məsləhət edirəm, yəni sıradan. Biz burada baxırıq ki, bunun ölçüsü, vaxt məsələsi, yaşı və onların uzun zaman gözləməyi və s. söhbət edir. Və biz avtomatik olaraq gəlirik ki, burada birinci əsas ölçüsü, yaşı, vaxt məsələsindən söhbət gedir və avtomatik biz baxırıq, lap axırdan yuxarı gedək. Burada proyekt söhbətindən getmir. Bu ümumiyyətlə yoxdur. Sonra operation söhbəti yoxdur. Bu söhbət ümumiyyətlə burada getmir. Idea hissəsi yoxdur. Amma burada baxsaq, burada vaxt söhbəti var ki, hansı ki bu vaxt söhbəti bizə nəyi göstərir? D paraqrafına cavabın bir gələcəyini göstərir. Tamammı? Məsələn, bunu eyni qaydada digər sual tiplərinə də eləyə bilərsiniz. Məsələn, mən axırıncı sual tipinə baxıram. Axırıncı sual tipində də bunların burada deməli bu sözün mənası bilirsiniz, young ifadəsi ilə biraz sinonimlik daşıyır. Burada onların yüksək sürətlə yayıldığından söhbət eləyir, ətrafa saçdığından söhbət eləyir və aşağıda da yenidən yaranması və qədimi növlər və s. və axır. Və burada baxanda həmçində one tiny ifadəsi var. Tiny kiçik, balaca ifadə olaraq mənasını verir və mən burada baxıram ki, bu törtlərin cavan olması, yaşlı olması, onların yaş məsələsindən ümumi söhbət eləyir və burada baxıram ki, həmçində orada fikir versəz, yaşlı məsələsi də var ki, hansı ki, onlardan da bir növ baxın bu hissədə onların ədəb əcdadı ilə bağlı məlumat verir və s. və axır və qədimi növlərlə bağlı necə deyim, məlumat verir və bu da bizə nəyi göstərir? Young və old hissəsini. Bu avtomatik olaraq cavab nədir? Bildiyimiz. Yəni, əslində bunlar gözünüzə böyütdüyünüz qədər də çox da belə çətin bir tip deyirlər. Sadəcə bunların üzərində işləmək lazımdır. Məsəl üçün deyirəm, gəlin baxaq burada bir C paraqrafına da baxaq, random olaraq. Burada onların bir və sonu baxırsınız, əsas bir və sondur. Bir və sonda məna verirsə, o zaman biz oxumalıyıq. Burada da baxanda bir və sonun məna cəhətdən bağlılığı yoxdur və burada müəyyən işlərin başladığından söhbət eləyir. Sonra başlayır onun qorunmasından söhbət eləyir. Sonra breeding proqramlarından söhbət eləyir. Mən belə başa düşdüm ki, burada overpopulation problemindən, yəni sırf olaraq onları qorumaq, onların üzərində müəyyən işlərin başlanması, yəqin ki, bu hər hansı bir nəsə bir iş başladılar, nəsə bir proqram kimi. Burada da baxanda 1 gedib, 2 gedib. Baxıram ki, burada disadvantage tərəfi yoxdur, bigger hissəsi verilməyib. Məsəl üçün, baxsaz əgər burada qorunma söhbəti var. Qorunma söhbətinə də ki, uyğun olaraq burada onların yerləşməsi məsələsi yoxdur. Bu ümumiyyətlə verilməyib. Amma fikir versəz, bu qorunma sözünün sinonim olaraq
Bu da orada müəyyən bir proqramın, proyektin başlamasını göstərir və avtomatik cavab nədir? 8. Yəni sözümüz zamanıdır ki, sualları o paraqrafı oxuyanda 100% şəkildə başa düşmək deyil, əsas hissələri söz müəyyən bir hissədə müəyyən bir sözü, əsas sözləri anlamaq kifayət eləyir ki, siz cavabı tapasınız. Çox sağ olun.